Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Nazirlikdən Xatirə İslam barədə açıqlama. Bir neçə gündür müğənni Nura Suri sosial şəbəkə hesabında dövlət konsertlərinə dəvət almaması ilə bağlı paylaşımlar edir. Günün xəbərləri Qafqaz.info AZA istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin fəaliyyətindən gileylənən müğənninin paylaşımına bir neçə sənət adamı da qatılıb. Onlar arasında müğənni Xatirə İslam da yer alıb. O bildirib ki, illərdir Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərdə yer almır. Hər zaman söz söhbətdən qaçmışam. Heç vaxt ürəyimdən keçəni dilimə gətirməmişəm. Hər zaman içimdə boğmuşam. Bir gün yəqin ki, içim dağılacaq. Çünki mən danışanda davamını saxlaya bilmirəm. Sona qədər vuruşmağa da canım o deyil. Əsəbləşməyin, sizi sevirəm. Mən özüm də 19 yaşından bu yana dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm. Çox xidmətlərim olub. Vaxtilə toylarımı atıb, pulsuz dövlət tədbirlərinə gedirdim ki, gələcəkdə bu mənə kömək ola bilər.